Bakıda yağış yağacaq, külək əsəcək. Sabahın havası açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən xəbərə görə iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, lakin axşam qısa müddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək. Havanın temperaturu gecə 15-18, gündüz 19-23 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 2-də havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18, bəzi yerlərdə 20-25 dərəcə isti olacaq.